İndi sizə paytaxtdakı daha bir qəzalı binanı, daha doğrusu binada yaşayan sakinlərin vəziyyətini göstərəcəyik. Sabunçu rayonu 2-ci Mədən küçəsində yaşayış binası qəzalı vəziyyətdədir. Burada yaşayan sakinlərin həyatı isə təhlükə ilə üz-üzədir. Sakinlər deyir ki, döymədiyimiz qapı, getmədiyimiz ünvan qalmayıb. Müraciətimizə isə baxan yoxdur. Daha ətraflı sujetdə. Biz elə bilik həqiqətən də zəlzələ baş verdi. Bu uşaqlar başladı, nənə zəlzələdir. Qaçdıq, gəldik, görürük ki, bina uçub. Bu binada yaşayan sakinlər sözün əsl mənasında təhlükə ilə üz-üzədirlər. Onlar bir gün bu evlərin uçacağından narahat idilər. Bəli, artıq onların bu narahatlıqları, qorxuları reallaşdı. Onlar bu şəraitdə yaşamağa məcburdular. Burada yaşamaq mümkün deyil. Hər gecəmiz təhlükə içindədir. Göz qabağında da hər şey. Qorxu içində məhv olmuşuq. Yağış tökə-tökə, sula-sula bir xırda-xırda damdı da bugünə düşdü. Sakinlər deyir ki, gecə evdə yatmağa qorxuruq. Qorxudan gözümüzə yuxu da getmir. Sabah biri öləcək, biri qalacaq burada. Necə olacaq, nə sarı olacaq? Baxan yoxdur, heç nə yoxdur. Sula-sula gedir. Heç kim də yaxın gəlmir, heç kim də maraqlanmır. Allah eləməsin, uçub yatsı altında qalsaq nə olacaq? Qadın var idi, onun bu qolun yarısı getdi, töküldü üstünə daşlar. Bax, bu külək olan kimi bura hamısı tökülür mənim evimə. Qəzalı binada antisanitar vəziyyət də hökm sürür. Sakinlər deyir ki, yaşadıkları bina sözün əsl mənasında xəstəlik yuvasıdır. Bir sözlə ərazidə acınacaqlı vəziyyət hökm sürür. Nəmişlikdir. Külək olanda bütün divarlar, o daşlar hamısı tökülür yerə. Problem çoxdur. 117 il bundan əvvəl tikilmiş binadır bura. Sakinlər təhlükənin aradan qaldırılması üçün dəfələrlə aidiyyatı qurumlara üst tutsalar da heç bir nəticəsi olmayıb. Baxan yoxdur, 1898-ci ilin binasıdır. Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildirildi ki, binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin aktı yoxdur. Buna baxmayaraq Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən binanın texniki göstəriciləri barədə məlumatlar aidiyyət üzrə təqdim olunub. Qeyd edək ki, söz gedən binada 20-dən çox ailə yaşayır. Günəş Rızayeva, Əfqan Bayramov, Space xəbər.